Pəncərələri bağlayın. Soyuq düşürdüm artıq. Çox xoşuma gəldi. Çox gözəl dizayn vermişsiniz. Salam, hər vaxtınız xeyir olsun. Sizi smart sistem, ağıllı ev sistemləri ilə tanış edəcəm. Gəlin. Bax, 2 metrə mağazadır. Burada evə aid, balkon, bağa aid, balkonlara aid hər şey bu ütməmdə səslənir. Bunun üstü də. Bax bu indi hal-hazırda diaqonalı dəyişir. Onundadır. Yuxarı. Əllə. Yerdə xətti yoxdur. Həm bunu bağda da, bina evində də, həyət evində də hər yerdə eləmək olur. Özü avtomatik bağlanır. Həm də o sistem. Bax, tutaq ki, bunun açılıb bağlanmalıdır. Bu da həm pultlandır, həm səsləndir. Həm də pult, həm səslə. Burada belə bir şey var. Tutaq ki, axşam vaxtı oturmusunuz, siz tam üstünü açırsınız, göy görsəniz, sizə xoşuna, qıraqlarda açılsın. Yağış yağdısa, Bu pultla, hər şey pultla. pultlandır. Yağış yağdısa, avtomatik özü bağlanır. Külək oldusa bu bağlanır, qıraqlarda bağlanır. Yerli istehsaldır. Bir ev üçün istifadə olunan ağıllı sistemlərin qurğuları. Evin kondisioneri, evin istiliyi, istifolu, pərdələri, işıqları, termostat, qaz, işıq su sistemləri təhlükəsiz. Onu da qeyd eləyək ki, onu da qeyd əsas odur. Evdə deyirsinizsə, tutaq ki, qazda sızma varsa, yəni lazım olan, lazımsız bir şey, problem çıxıbsa, onu telefonla və yaxud da ki, bunlar avtomatik olaraq özü sistemi bağlayır. Sizə SMS göndərir, qaz sızması, qaz bağlanır. Bax, evdə kökündən qaz bağlanır və yaxud da su kökündən bağlanır, işıq kökündən sönür. Hamısı bağlanır, ağıllı sistem bu deməkdir. Və evinizdə siz olmadığınız zaman hərəkət olsa, kimsə evinizə daxil olsa, həmən sizə və polisə məlumat verir. Ümumiyyətlə, evin bütün mebellərini istehsal edirik və bunu ağıllı sistemə inteqrasiya edirik. O demək ki, məsələn, mən telefonla mətbəxin işıqlarını yandırıram. Qaz yanılı qalıb, telefonla söndürə bilərsiniz. Kütük tokda qalıb, xanımların başlarası, telefonla girib daxil. Yemək qazın üstündə qalır. Qazı söndürə bilərsiniz. Ağıllı ev bu deməkdir. İndi keçək o birisi etaba, 3-cü mərhələyə. Pərdələr öz-özünə açılır. Heç nəyə əl dəymədən. Və çox adam baxanda fikirləşəcək ki, çox bahalı bir sistemdir. Xeyr, çox münasib qiymətdir və sizlərə də məsləhət görürəm. Və ağıllı sistem hər evə lazım.